Sabahın parlayan ulucu olduğunu sübut edəcək. Maç başlayır. Dominant futbol sərgiləyərək məhz buralara gəlib çıxmağı bacardı. İndi sol cənahda Sabah hücumu Mikes. Heyecanlandırdı. İlk təhlükəni yarada bilərlər qapımız önündə. Başla zərbə imkan vermək olmaz. Pakatilov səhvsizdir. Ev tapşırdı bu zərbə yerlə. Bax, burada diqqətli olmalıyıq. Korner. Romalı'da onunla Mikes. Julius Mikes. Cavab geldi. Julius Mikes'ten. Derhal hücuma başladık. Romalı'dan her zaman öyrəşdiyimiz sürəti gördük. Baxdı bir göz. Ardınca ikinci 24-25 konferans liqasının təsnifat mərhələsində. Bax, belə komandalarla da üz-üzə gəlib təsnifatlarda və burada qapımıza doğru zərbə. Bir qədər təhlükəli alanda açıq etiraf edək. İngiltərəli həmkarlarımız ötürmə Puxaçdan qapı önünə. Burada başa zərbə alınmadı. İkinci gəl. Umar Ali'nin zərbəsi. Daniel. Blok. Və ardınca top şıqpırtladı. Dalca Leo Smith idi. Blok ondan gəldi. Bu mərhələ keçilərsə artıq ən azı UEFA Konferans Liqasının play-offu rəsmiləşmiş olacaq. İndi Sabah hücumu Romalı'da. Maludadan yerlə ötürmə. Julius Mikes. Julius Mikes. Yine Sabahın qaleye doğru, yine iş başında. Qoruyub saxlamaq vacib idi ki, bunu etdilər, ardınca isə bir neçə toxunuş gəlib. Puxaçdan ötürmə, qapı önünə. Zərbə və gol! Rəhman Daşdemirov! Şəhidlərimizin əziz xatirəsini yad edəcəklər. Mikesin ötürməsi, Maludanın zərbəsi, top Shepard'da qaldı, onu atan Shepard. Bitirə bilər, belə dedir, ilk yarı TNS Sabah qardaşmasında yekunlaşıb. Mikes və Rəhmanın qolları ilə əbəsini bizə Mikes göstərmirlər. Julius Mikes dərhal İsayevdə sürətləndi. Soldan Maluda, sağda Simic var. Velko Simic top bir qədər önünə düşür. Simic ötürmə ondan qapı önünə. Meydan tərk eləyir. Zelatkin oynadı. Puxaç topu bir qədər özünü önə bıraxdı. İtirmədi. Nə özünü önə topu. Puxaç! Hop, qapıdan aralı keçir. Mateusz Puxaç. Dərhal Patrik Embina rəqibi